Gözəl. Azərbaycan haqqında eşitmisən? Land of Fire. Odlar yiyordu. Azərbaycan. Atabali como baganda ban. Deyəsən avtoritetlə qarşılaşmışıq. Bakıdakı tıxaclara min şükür. Mike, deyəsən xərcin çıxdı. Heç olur belə şeylər. Daha demək ki, onları çəkirəm, pul aldılar bizdən, rüşvət aldılar. 41 yaşında 44 uşaq dünyaya gətirib. Siz Mama Uqandanın qızısınız. Bəli. 6 saatdan sonra gəlib tapmışam buranı. Uşaqlar deyir o burada yoxdur. Həmin o məşhur Mama Uqanda. Amma o qəndə. 26 qardaşım var. 22 bacım var. Azərbaycan adətlərinə görə evə əli boş gəlmək olmaz. Ha, konfet. Ha, konfetlə başımı aladım, pulum qalacam. Ümumilikdə 15 dəfəyə 48 uşaq doğdum. Deyəsən xoşbəxtsən. Belə xanıma görə dəyərdi. Çamadanlar, az öncə dalaşdığım uşaqlıq dostum Murad və mən. Düzdür, süni intellektin hazırladığı bu kadrlardakı kimi olmasa da, amma bir-birimizdən möhkəm küsmüşdük. Danışmırdıq. Lap balaca uşaqlar kimi. Çünki 3 həftə ərzində Keniyada səbir kasamız əməlli başlı dolmuşdu. Bu müddət ərzində əsəblərin tarıma çəkildiyi aqressiv ortamda məncə bircə dəfə dalaşmaq çox da gözəl nəticədir. Uşaqlıqdan bir yerdə böyüdüyümüzdən ətimizi yesək də, sümüyümüzü atmayıb səhərin alaqaranlığında Uqandaya yola düşdük. Yol boyu bir-birimizlə barışmaq üçün müxtəlif bəhanələr, şirinliklər edərək 3 saatdan sonra gəlib çıxdıq Uqandaya, Entebbe hava limanına. Murad, gözəl. Ölkənin paytaxtı Kampalada hava limanı olmadığından, turistlər adətən bu ölkəni ziyarət etmək üçün yollarını keçmiş paytaxt Entebbedən salmalı olurlar. Çünki burada paytaxtda dünyanın ən bahalı yolu ilə 45 dəqiqəyə çata bilirsən. Bu yolun niyə görə bu qədər bahalı olması haqqında isə bir qədər sonra danışacağam. Hələ gizlin çəkiliş elə gedirik, bilmirik harada qırılacaq. Harada qırıldı. Aeroporta ayaq basanda təbii ki, ilk növbədə viza və sarı qızdırmaya qarşı vurulmuş peyvəndin pasportu tələb olunur. Ümumilikdə götürdükdə isə sarı qızdırma Afrika ölkələrində geniş yayılıb və insanlara bu virus ağcaqanad vasitəsilə ötürülür. Bu səbəbdən epidemiyanın qarşısının alınması üçün peyvənd olunmamış insanlara viza verilmir. Belə ki, $50 vizaya, 240 manat peyvəndə, 56 manat isə peyvəndin vurulmasına və pasporta xərcim çıxdı. Onu da qeyd edim ki, ölkəmizdə bu dərmanları adını çəkmək istəmədiyim X apteklər şəbəkəsi Almaniyadan 14 günə sifarişlə gətirir və bu vaksini yalnız yenə də adını çəkmək istəmədiyim Ensaylı klinikada vurub pasport verirlər. Ətraflı məlumat almaq istəyənlər sosial şəbəkə hesablarımıza yaza bilərlər. İndi dayanıb səbirsizliklə bagajımızı gözləyirik. Onu da deyim ki, dəfələrlə mən Afrika ölkələrinə səyahət eləmişəm. Yəni, logistikada əməlli başlı problem var. Bagajlar tez-tez itkin düşür. Açarı sındırdılar da, dedim sənə, çamadanın özünə açar bağlamışdım. Balaca mini açar. Açarın özünü qıra bilməyiblər. Bağlanan yerini qopardılar. Bu Keniyada baş verib. Görək, burada bəlkə bagajın yarısını verdilər mənə. Orada indi lagun ilə kəsirlər. Elə bir açıblar ağı buranı. Buranı açıblar, burada məndə heç nə yox idi. Açıb yoxlayıb da, qismət. Belə elə beşirirsən, əmələsən. Ya Allah! Orada arxadan çıxırlar. Şahid, tez elə, cəmal gözləyə çıxır. Allah baha görək burada nə var. Bilmirəm niyə, ayağımı Uqandaya qoyan andan bu ölkə mənə doğma gəldi. İnsanların istiqanlı olmalarını elə hava limanında hiss eləməyə başlayırsan. Məsələn, bu mühafizəçi xanım bizim yüksək faizlə valyuta dəyişmək istədiyimizi görüb dərhal müdaxilə elədi və bizi daha az komissiya tutulacaq bankomata yönləndirdi. Heç şübhəsiz ki, elə məhz bu cür insanlara görə Uqanda 2017-ci ildə dünyanın ən qonaqpərvər ölkəsi elan olunub. Onu da deyim ki, Uqandada günü $10 böyük 2 mərtəbəli ev kirayələmişdik. Amma məbləğin $10 olması açığı məni biraz narahat eləyirdi. O boyda ev niyə bu qiymət olsun ki?
Bir sözlə şəkildən bəyəndiyimiz və qalacağımız ünvana getmək üçün taksi tutub yola düşdük. Taksi sürücümüz Pola gəlincə isə mərifətli, qanacaqlı və yaşının az olmasına rəğmən həm də dünya görüşü olan biri idi. Təsəvvür edin, sıravi Afrikalı gənc nəinki ölkəmizi, hətta ölkəmizin sloqanını bilirdi. Azərbaycan haqqında eşitmisən? Land of fire. Odlar yiyordu. Azərbaycan Türk dilli dövlətlərdəndir. Azərbaycan, Qazaxıstan, həm də keçmiş Sovet ölkələrindəndir. Sən bütün bunları hardan bilirsən? Bu mənim işimlə bağlıdır. Çox ölkədən müştərilərim olub. Sizin kimi ünsiyyətçil müştərilərdən çalışmışam yeni nələrsə öyrənim. Bu səmimi insanla danışdıqca Uqandalılara hörmətim biraz da artırdı. Ölkəsini elə təqdim edirdi ki, adam istəyirdi lap gəlib burada yaşasın. Hər addımı onu nümunəvi vətəndaş kimi xarakterizə edirdi. Elə bu epizodda olduğu kimi. Olaba batambula n'ezikamera naye anze ffe tumuwulidde ensonga lwaki tugenze ne tukola bye tukola ne tudda wano eno estadium gwe teeka ebigundi wabweru so omuntu atabaliiko mu baganda bange. Deyəsən avtoritetlə qarşılaşmışıq. Paul, nə baş verir? Siz bayaq kamera ilə çəkiliş eləyəndə bu uşaqlar sizə əli ilə pis işarə göstərdilər. Mən onlara başa saldım ki, bu qonağa qarşı düzgün hərəkət deyil. Turist bu ölkəyə pul gətirir. İnsanların rifahı yüksəlir, dövlətimiz inkişaf edir. Amma siz belə hərəkətlərlə adımızı batırırsınız. Dəhşət. Siz bu yeri necə tapmısınız? Qalacağımız yerə gəlmişik. Bir ev tutmuşuq burada. Yolları dəhşətdir, dəhşət. Hələlik bir günlük oteldə qala bilərik. Mən sən deyirəm, bura girməyin adı yoxdur. Mən sizin üçün yaxşı yer taparam. Yo, biz burada qalmaq istəmirik. Yola vaxtımız çox gedəcək. Bəli, bura çox ucqar yerdə yerləşir. Yəni burada qalmaq mümkün deyil. Evin özü yaxşı ola bilər, amma ki, təsəvvür edin ki, 100 metr, 200 metr yolu bəlkə bir 15 dəqiqə gəlmişik, çünki getmək olmur. Yazıq sürücünün maşınını da bir təhər elədik. Ev sahibinə iradımızı bildirib başımızın çarəsinə baxmaq üçün rəvan olduq paytaxt Kampalaya. Ümumilikdə götürdükdə isə Uqandada yolların vəziyyəti heç də ürək açan deyil. Elə Uqandada sevmədiyim məqam da məhz yollar və tıxaclar oldu. Az öncə qeyd elədiyim dünyanın ən bahalı yollarından olan Entebbe Kampala yoluna gəlincə, burada söhbət hər 1 kilometr asfalt yolun 9,2 milyon dollara başa gəlməsindən gedir. Halbuki dünyada bu qiymət orta hesabla hər kilometr üçün 1 milyon dollardır. Yəni az qala 9 dəfə ucuz. Çin hökumətinin dəstəyi ilə ərsəyə gələn bu yolun uzunluğu 51 kilometr olub, ümumi dəyəri 476 milyon dollardır. Yolun bu qədər bahalı olmasının səbəbi tikintinin 5 bataqlıq və bir neçə su basmış ərazilərdən keçməsidir. Bu rəsmi açıqlamadır. Amma məsələni biraz dərindən araşdırandan sonra bəzi mənbələrdə yolun bu qədər bahalı olmasının başlıca səbəbi kimi yeyintinin və korrupsiyanın olması da göstərilir. Bir sözlə, bu yollarla gəlib çıxdıq paytaxt Kampalaya. Gecələmək üçün bir neçə yerə baxdıq. Burada da yol problemi olduğundan məcbur olub düz şəhərin mərkəzində cibimizə görə bahalı sayılan otellərin birində yerləşdik. Neyniyək? Dincəlməliydik. Çünki sabah bizi çətin gün gözləyirdi. Dünyada məşhur olan 44 uşaq dünyaya gətirən Mama Uqandanı 50 milyon insanın arasından tapmalıydıq. Amma bunu necə edəcəyimizi heç özümüz də bilmirdik. Əsil, dost babudur. Yağışlı Uqanda səhəri idi. Muradla bufetdəki son sosisləri qardaşmalı kimi bölüb, tez bazar səhər yeməyini yeyib yola çıxmağa tələsirdik. Kirayəyə götürdüyümüz avtomobilin sürücüsü foyedə bizi gözləyirdi. Bu üzü yaxşı yadınızda saxlayın. Onun adı Mike'dır. Öz insanlığı ilə bizə nəinki Uqandalıları, hətta bütün bəşər cəmiyyətini sevdirən şəxs, necə deyərlər, adam kimi adam. Bir sözlə yağışın, palçığın içində Mike ilə düzəldik yola. Məsələ biz fikirləşdiyimizdən də çətin idi.
Sən demə Ginnesin rekordlar kitabına düşmüş Mama Ugandanı çoxu tanımır. Səbəbi də çox sadədir. Uqandalılarda çox uşaqlılıq və çox arvadlılıq adi bir haldır. Bir kişinin 5-6 arvadının olması normaldır. Uşaq da həmçinin, yəni 30-35 uşağa rast gələ bilərsiniz Uqanda ailələrində. Bu onlar üçün heç də təəccüblü deyil. Ona görə də biz indi dünyada rekord vurmuş 44 uşaqlı Mama Ugandanın ünvanını soruşanda əhali bilməyəndə təəccübləndik. Murad düzgün vurğuladı. Allah üçün bu möcüzəli bir şeydir, adi bir şeydir. Kaş ki adi hal olmazdı. Biz də yerli əhalinin söylədiyi ünvanların arasında çaşbaş qalmazdıq. Bəziləri bizi şərqə yönləndirirdi, digərləri də cənuba. Bütün hallarda getməli olduğumuz ünvanlarla bizi 5-6 saatlıq məsafə ayırırdı. Deməli, əgər səhv yolu seçsəydik, minimum 15 saat vaxt itirəcəkdik. 5 saat getmək, 5 saat gəlmək və 5 saatda növbəti ünvana yetişmək. Murad, biz sən bunu hardan tapa bilərik? Şeydən, Turizm Nazirliyindən. Yox, bura deyil. O, Mukono tərəfdədir. Mikono? Mukono, bu tərəfdədir. Əminsən? Mike, səncə biz onu orada tapa biləcəyik? Bəli, 100%? düşünürəm bacararıq. Əla. Nəhayət ki, uzun sürən məşvərətdən sonra ümumi informasiyaları toplayıb, ortaq məxrəcə gəldik. Hərəkətə keçmək istədik. Amma tıxaclarda hərəkət etmək olmurdu ki, olmurdu. Bir dənə burada balaca bir yer tapılıb. Hər kəs oradan keçir, çünki hərəkət yoxdur, tıxacdır. Bakıdakı tıxaclara min şükür. Bayaqdan dayanmışıq orada. Digər tərəfdən yolun əks istiqamətində hərəkət eləyənlər var. Baxın, baxın. Baxın, görürsünüz. Sür. Bir saatdır buradayıq, sür. Saatlarla dayanır maşınlar. Yolda bir dənə də olsun yol polisi görmək mümkün deyil. Kim necə istəyir, hardan istəyir, gedir, gəlir. Sadə bir vətəndaş yol hərəkətini tənzimləyir. Yolun əks istiqamətində hərəkət eləyən motosikletlər. Aha. Fikir verin, yolun digər tərəfi ilə gəlmədilər, amma onlar bir tərəfdən gəlirlər. Yəni, adi bir haldır Afrika ölkələri üçün. İndi bizim sürücümüz yolun əks istiqamətində hərəkət eləyir. Nümunəvi sürücüdür. Aha, yol da verdilər ona. Çünki bilirlər, variantları yoxdur, yoxsa saatlarla qalacaqlar. Açığı yollardakı bu dərəbəyliyi görəndə gözümüz yol polislərini axtarırdı. Amma çox keçmədi ki, onların özü bizi tapdı. Və o qənaətə gəldik ki, polislərin başı daha vacib işlərə qarışdığından tıxaclara zaman ayıra bilmirlər. Mike, deyəsən xərcin çıxdı. Heç, olur belə şeylər. Boş şeydir. Sən qayda pozmuşdun ki? Yox. Pəncərəni aç aşağıdan əl elə. Mənə əl eləyirsən ki, Daha demək ki, onları çəkirəm. Pul aldılar bizdən, rüşvət aldılar. Deməli, məsələ necədir? Bizi Uqandanın yol polisləri saxladı. Heç bir qayda pozuntusu etməmişdik. Dedik ki, məsələ nədir? Dedilər ki, şirinlik deyirlər buna el arasında. Şirinlik verdik, 20.000 Uqanda şilingi. Yol boyu tıxaclarda çəkdiyimiz məşəqqətlərdən çox danışmaq olar. Amma bu əziyyəti anlamaq üçün məncə bircə fakt yetərlidir. 40 kilometr məsafəni 6 saata getmək. Elə bilin Bakının mərkəzindən Mərdəkana bu qədər vaxta gedirsiniz. Bunu təsəvvür eləmək belə adama qorxulu gəlir. Bana görə gəl burada yaşamaq olar. Əyri getdik, düz getdik, soraqlaşa gəlib çıxdıq mənzil başına. Mama Uqandanın evinə. Salam, siz Mama Uqandanın qızısınız? Bəli. Mutaki, Muzo, hardasınız? Evə adamlar gəlib. Salam, necəsən? Gəlmişik Mama Uqandanın evinə. 6 saatdan sonra gəlib taxmışıq buranı. İndi baxa görə razı olacaq bizimlə danışmağa, bizi bir qonaq kimi qəbul eləməyə. Soruşaq görək buranı icazə verərlər biraz çəkməyə. Yox, birazdan gəlmişik əməlli başlı Uqandanın maması ilə söhbət eləməyə. Uşaqlar deyir, o burada yoxdur. Öz şəxsi restoranındadır.
Orada işləyir. İstəyirsiniz ora gedək. Deməli, Mama Ugandanın oğludur. Sənin adın nədir? Mənim adım Nəcibdir. Nəcib indi bizə yolu göstərir. Mama Uganda restoran açıb. Onu orada dedilər ki, tapa bilərsiniz. İndi aparacağıq, onu evinə, işdən ayıracağıq. Görək hələ ayıra bilsək. Bu da bizim qəhrəmanımız, həmin o məşhur Mama Uganda. Mama Uganda. Salam. Salam. Ölkəmizin qonaqlarıdır. Sizi görmək üçün 6 saat yol qət ediblər. Lap yaxşı. İndi əynimi dəyişib gəlirəm. Oldu, çöldə gözləyirik. Mama Ugandanı razı sala bildik. Yenə də qeyd edirəm ki, Guinness-in rekordlar kitabına düşüb 44 uşaq dünyaya gətirib. Bu da onun restoranıdır. Murad hal-hazırda gözləyir Mama Ugandanın evində. Sən demə Mama Uganda dünyaya 44 yox, daha çox uşaq gətirib. Biz gələnə qədər Murad artıq bəzi məlumatlar toplaya bilmişdi. Ailədə neçə nəfərsiz? Ümumi sayımız? Bəli, ümumi. 22 bacı, 22 nəfər. Onda belə çıxır ki, 22 oğlan, 22 də qız, hə? Musoke. Mən dəqiq bilmirəm. Qoy, o gəlib danışsın. Sualım odur ki, ailədə neçə bacı, neçə qardaşsınız? 26 qardaşım var. 26 Bəli, 22 bacım var. və 22 qız. Dayan görüm. 26 qardaş və 22 bacı. Bu 48 nəfər elədi axı. Aha, Bəs axı bizə dedilər 44 uşaqsız. 4 nəfər dünyasını dəyişib. Ha, bağışla. Bildim. Oldu uşaqlar. Siz işinizdə olun. Mən də dostum gələnə qədər buralarda biraz gəzişim. Oldu. Deyəsən xoşbəxtsən. Bəli. Belə xanıma görə dəyərdi. Dəyərli dostlar, Mama Uganda hal-hazırda bizimlə eyni avtomobildədir, gedirik. Onu işindən ayırmışıq, onun evinə. Açığı biraz narahat idik ki, birdən intervyu verməyə vaxtı olmaz və yaxud da razı olmaz. Amma sağ olsun, razılaşdı. Mənə gəlir maraqlı olacaq onun danışdıqları. Buyurun keçin. Azərbaycan adətlərinə görə evə əli boş gəlmək olmaz. Olar 5-10 dəqiqəyə marketdən bazarlıq eləyib qaydaq. O deyir, hal-hazırda maddi durumları o qədər də ürək açan deyil. Bəlkə bazarlığa çəkəcəyiniz xərci pul şəklində onun övladının təhsili üçün verəsiz. Bu çox yaxşı olardı. Biz bütün hallarda evə əli boş girməyəcəyik. Həm bazarlıq eləyəcəyik, həm də təhsilin ödənişinə yardım eləyəcəyik. Oo, çox gözəl. Ha, konfet. Ha, konfetle başımı ağladım ha, pulum kalırdım. Assalamu alaikum. Hayat paylaştığınızda güzeldi. Mənim adım Məryəm Nabatanzidir. 44 yaşım var. Tanrı məni əkiz uşaqlarla mükafatlandırıb. Əvvəl 2 uşaq dünyaya gətirdim. Daha sonra 2 uşaq və yenə də 2 uşaq dünyaya gətirdim. 4-cü hamiləlikdə isə 4 uşaq birdən doğuldu. Ondan sonra 3-1, 5-1, yenə də 3-3, 5-5 uşaq dünyaya gətirdim. Ümumilikdə 15 dəfəyə 48 uşaq doğdum.
Məni anam 3 günlüyümdə atıb getmişdi. Biz 6 uşaq idik. Bizə atam baxırdı. İllər keçdi və atam ikinci dəfə ailə qurdu. Ögey anam bizi sevmirdi. Günlərin bir günü o şüşə qabı əzib bizi onu yeməyə məcbur elədi. Mən uşaq vaxtı çox tərs olduğuma görə yeməkdən imtina elədim. Oynamaq üçün küçəyə qaçdım. Qayıdıb gələndə bacı qardaşlarım artıq ölmüşdülər. Daha sonra atam məni nənəmin himayəsinə verdi. 12 yaşım olanda isə atam məni ərə vermək istəyirdi. Buna görə nənəm onunla bərk dalaşdı. Sən demə mən dünyaya gəlməmişdən əvvəl atam məni başlıq pulu qarşılığında ərə veribmiş. Uqandalıların adət-ənənələrinə görə ailə quranda başlıq pulu verilməlidir. Hətta 2015-ci ilə qədər qadınlar döyülüb söyülsələr də, başlıq pulunu geri qaytarmadan boşanmaları qeyri-mümkün idi. Zorakılığa məruz qalmış qadınlar həmin pulu qaytara bilmədiklərinə görə məcbur qalıb taleləri ilə barışmalı olurdular. Bəlkə də bu səbəbdəndir ki, ölkədə boşanma faizi yox dərəcəsindədir. 50 milyon əhalisi olan dövlətdə elə il olur boşanan cütlüklərin sayı 12-ni keçmir. Uşaq hüquqlarının müdafiəsinə gəldikdə isə Uqanda 196 ölkə arasında 175-ci yerdədir. Ölkədə 15-19 yaşında hər 4 qızdan biri anadır. Məryəm Nabatanzi isə ilk dəfə 13 yaşında ana olur. Mən özümdən yaşca çox böyük, qoca kişiyə ərə getmişdim. Amma mən uşaq idim. O məni həmişə təhqir eləyirdi. Elə anlar olurdu ki, artıq dözə bilmirdim. Amma boşana da bilməzdim. Çünki istəyirdim uşaqlarımın hamısı eyni kişidən olsun. 3 dəfə dalbadal əkiz uşaq dünyaya gətirəndən sonra dedim ki, daha bəsdir. Və həkimə getdim. Amma həkim mənə dedi ki, sənin yumurta hüceyrələrin o qədər aktivdir ki, sən mütləq uşaq dünyaya gətirməlisən. Əgər doğmasan, ola bilər səndə bədxassəli şişlər yaransın. Ölə bilərsən. Beləliklə həyatımla razılaşmalı oldum. Günlərin bir günü ərim bizi atıb getdi. 21 illik evliliyimdən mənə uşaqlarımdan başqa heç nə qalmadı. Bəs dövlət qurumlarından sizə dəstək olunmur? Və ya keçmiş həyat yoldaşınız aliment vermir? Xeyr. Hamı söz verir, amma ortada heç nə yoxdur. Övladlarımı tək başına alın tərimlə böyüdürəm. Baxmayaraq ki, savadsızam. Amma övladlarıma tərbiyə verməyə, onlara qayğı göstərməyə gücüm çatır. Ən böyük arzum onların təhsil almaqlarıdır. Çox xoşbəxtəm ki, onların təhsil haqlarını çətinliklə də olsa ödəyə bilirəm. Sağlamdılar, yanımdadılar və ən əsası, ac deyirlər. Qalan şeylər həyatda xırda məsələlərdir. Bura bizim mətbəximizdir. Yeməkləri burada hazırlayıram. Səliqəsizliyə görə üzürlə hesab eləyin. Aha, sonra bu mətbəxdir. Burada, bir də bu otaqda toyuq cücə saxlayırdım. Təhsil haqqını ödəyə bilmədiyimə görə onları satmalı oldum. Deməli, burada 4 qız yatır. Belə, yataq otaqlarıdır. Sonra baxaq, görək. Burada 6 çarpayı var. Hərəsində 2 uşaq yatır. Bəzilərində döşək yoxdur. Çünki uşaqlar məktəbdə qalanda özləri ilə döşəklərini aparırlar. Bu otaqda işıq yanmır. 4 çarpayı var. 8 nəfər üçündür. Buradakı döşəkləri də uşaqlar özləri ilə məktəbə aparıb. Çox vaxt yeməklərimizi düyüdən hazırlayırıq. Arada bir ət də olur. Amma banan almağa imkan olmur ki, dadlı yeməklər bişirə biləsən. Uşaqlar onu çox sevir. Məryəm Nabatanzi ilə görüşümüz yaddaşımda dərin iz buraxacaq. Həm də belə bir obrazı necə unutmaq olar? 44 uşağa təhsil vermək üçün həyatını ən ağır yollardan salan ana. Qəhrəman ana. Yolumuzun üstünə bir meymun ailəsi çıxdı. Meymun ailəsinə itki üz verib, bütün ailə yas tutur orada. Belə bir şey dünyanın heç bir yerində bəlkə də görə bilməzsiniz, rastlaşa bilməzsiniz. Belə bir kilsə var,
Lori dildə desək universal Allah evi. Çox maraqlı bir ağacın yanında dayanmışam. Yəni aşırı dərəcədə çox pis qoxusu gəlir. Çox dadlı meyvədir. Murad Uqandada birinci qolunu vurdu. Uqandada bananlar əlçatan olsa da qiymətləri əlçatan deyil. Ailə ancaq analar, qızlar və nənələrdən ibarət olur. Ata, baba, oğul, yəni ki. Bu yarpaqlar banandan şirə ayırmağa kömək eləyir. Sağlığımıza. Nuş olmasın. Ko, naso zdrowia, yamas, kamej. Hər dildə dedi ya, hamısı deyir. Rainbow 5 kinosundan fraqmentlər.